kartof, soğan, pendir, yağ, benzin, nöbət mübarizəsinə son qoymaq lazımdır. And olsun Allah. Konkret hamıya səslənirəm. Ortalıqdakı kim olur olsun hamıya aiddir. Apardığınız mübarizənin istiqamətini dəyişin. Dəyişin. Xalqın beyinlərini, diqqətini ancaq bu rejimin devrilməsinə yönəldin. Devrilməsinə yönəldin. And olsun Allaha. Hətta çıxıb biri desə ki, mənim yeməyim yoxdur, onun da qarşısına durun. Saxla. Yeməyim yoxdur ilə bu iş alınmaz. Bu rejim devrilməlidir, getməlidir. Bitti. Getməlidir. İstiqamət belə olmalıdır. Xalqın diqqətini, beynini bura yönətmək lazımdır. Bu rejimi devirmək lazımdır. Bu alçaq, bu terrorçu, bu xain, bu cındır, bu şərəfsiz rejimi devirmək lazımdır, qardaş. Devirmək lazımdır. Açıq deyirəm, mən buna. İndi götürüb bizi, nədir, Interpola veriblər, cinayət işi açıblar, dövlətə qarşı dövlət çevirmə. Biz dövlətlə zaten işimiz yoxdur, dövlət bizik. Dövlət bizik, Rafael Piriyev, burada izləyicilər, xalqımız, vətəndaşlar, biz özümüzü devirəcəyik. Boşa düşənmədim mən. Dövlət çevirmək nədir? Biz sizi devirəcəyik. İlham Əliyev, Mehriban Əliyeva, sizin o cındır polisləriniz, Əlin Ağıyeviniz, DTX-anız, bu millətə zülüm eləyən, fahişədən əmələ gələn. Biz sizə qarşı çıxacaq, sizi devirəcəyik, sizi yerlə geçsən eləyəcək. Bəli, bəli. Dövlət bizik, özümüzü devirəcəyik. Dövlət çevirisi nədir? Hə? Dövlət bizik, xalq, millət hamımız. Dövlət bizik, biz, xalq. Bitti. Biz özümüzü devirəsi deyilik ki. Biz sizi devirəcəyik. Böyle açıq deyirik, hamı bilsin. Hamı. Qoy bunu Alman da bilsin, qoy bunu nə bilim, Fransız da bilsin, qoy bunu Amerikası da bilsin, qoy İranı, Rusu, İsraili hamısı bilsin. Bəli, sizi devirəcəyik, bəli. Nə var malıyıq ki, bizi boğaza yığmışsınız. Mənim haqqıma gir, anamı ağlat, həyatımı məhv, arzularımı piç elə. Milyonlarla insanların talihini, arzularını piç elə. Yaşayışını məhv, sonra da denən ki, bunlar bizi dövlət devirir. Nə dövlətə dövlət var Azərbaycanda? Hə? Siz özünüzü dövlət deyirsiniz. Hə, İlham Əliyev, sizsiz dövlət. Hə, şərəfsiz köpək oğlu oğurlaş bir qiriyyət. Namussuzlar.